çox maraqlı günlər yaşanmaqdadır. Yəni köhnə qvardiya vurulur. O ingiliscə yaxşı bir söz var, kingmaker. Kralı edən, kralı yapan. Yəni İlham Əliyev onu kral etmiş bir şəxsi bu gün həbsə atıb. Düzdür, ev dustaqlığına mən belə başa düşürəm ki, bu da hansısa bir ismarıcı. Çünki ona işləmiş adamları deyir, bir bizdə məsəl var, ətini yeyərəm, simini tulamaram, yəni necəsə belə bir şey. Yəni yumşaq, belə deyək ki, ev həbsidir. Ola bilsin ki, burada yaş da rolunu oynayır. Amma hər halda biz Əliyevin o qəddarlığını görmüşük də. Yəni jurnalistlərə 9 il iş verir, 8 il iş verir. Özü də əldən, ayaqdan uzaq bir Lənkərana aparır, qoyur ki, sən Bakıdan doğmaların keçəni görmək üçün saatlarla yol gəlməlidirlər, xərc çəkməlidirlər. Sizə nə qədər vaxt, sizə nə qədər vermişdi? 1 il, 2 il, eləmi? 1 il, 1 il bəli. Bir sözə görə də, bir çıxışınıza görə. Buyuruz. Fikirləriniz. Bilmirəm, bəlkə səsimdə bir problem varsa, mən deyəsən var. İndi söndü. İndiyədək yaxşı idi. Yox, bundan əvvəlki yaxşı idi. Danışın. Belə yaxşıdırmı? Əla, bəli. Təşəkkür edirəm Sevinç xanım. Ümumiyyətlə düz deyirsiniz. Çox maraqlı hadisələrin şahidi oluruq hal-hazırda. Sanki 5 il, 6 il, 7 il bundan öncə heç kim yatsaydı yoxsuna da gəlməzdi ki, Ramiz Mehdiyevə qarşı belə bir ittihamlar səslənər mediada. O media ki, həmişə Ramiz Mehdiyevi tərifləyib, bir şəxsiyyət kimi müxtəlif müsahibələr dərc eləyib, onun araşdırmalarından fraqmentlər. Ümumiyyətlə Ramiz Mehdiyevin özünə bir belə deyək də şəxsinə baxsaq, ata-bala hakimiyyətinin əsas ideoloqlarından biri olub və mən deyərdim ki, Heydər Əliyevə gələcəkdə hakimiyyəti öz oğluna ötürmək üçün əsas ideoloqlarından biri olub. Yəni əsas lokomotivdə o olub. Amma bugün biz hansı hadisələrə şahid oluruq? Mən düşünürəm ki, onu biz ehtiyatla təhlil eləməliyik. Niyə görə? Səhv eləmirəmsə, Arif bəy də salamlayıram onu buradan. Danışanda o mövzuya toxundu. Mən dünən Azərbaycan Xalq Parlamentində çıxışımda da bu vacib məsələyə toxundum ki, ittihamlar əslində çox ağırdır. Hakimiyyəti zorla ələ keçirmə, dövlətə xəyanət və indi o birisi mülkləri özününkiləşdirmə, ona heç işim yoxdur. Əsasən dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmə ittihamları. Bunlar əslində çox ağır ittihamlardır. O qədər ağır ittihamlardır ki, mütləq bunun bir rəsmi mənbəyi olmalıdır. Rəsmi mənbə deyəndə xatırlayır ki, 2017-ci ildə ortada heç nə olmadığı bir halda DTX, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluq birgə bəyanat verdilər ki, güya kütləvi xəyanət faktı aşkarlanıb bizim ordumuzda və istintaq gedir, araşdırma gedir. Amma bunun müqabilində biz baxıb görürük ki, Ramiz Mehdiyev haqqında bu cür ağır ittihamlar səslənir. Amma onun barəsində Səbail Rayon Məhkəməsindəki mətbuatda getdi, heç kim orada iştirak eləməyib, əlimizdə heç bir fakt, heç bir sübut, dəlil yoxdur. Qapalı iclas o qərarı verib və vəsadəti təmin edib ki, ev dustaqlığına və o həmin məhkəmə qərarının özü də portalda yoxdur. Mən bilmirdim, vəkil dostumuz Aqil Laiz buradan salamlayıram onu, ondan dəqiqləşdirdim. Məlum oldu ki, qapalı iclasları yayımlamırlar, yəni portalda heç bir ki, yəni biz rəsmi bir mənbə axtarıb tapa bilmirik. Baş Prokurorluq susur, DTX susur, Daxili İşlər Nazirliyi susur. Heç kimdən səs çıxır. Ədliyyə Nazirliyi susur, məhkəmə institutları susur. Yəni heç bir reaksiya yoxdur rəsmi olaraq. Əlimizdə bir parça kağız yoxdur. İttihamların ağırlığına gəldikdə isə bugün siyasi məhbuslar Azərbaycanda kifayət qədər var. İndi rəsmi məlumatlara görə qeydiyyata düşdüklərinə görə 400 nəfər civarındadır. Amma biz bilirik ki, 1000-dən yuxarı siyasi məhbus var. Hətta dindarların da şərlənib həbs olunması bu rəqəmi daha da böyüdür, şişirdir. Onların arasında çox təəssüf ki, dövlət çevrilişinə, yəni hakimiyyəti zorla ələ keçirmək maddəsi ilə şərlənən siyasi məhbuslar da var. Onlar haqqında biz ev dustaqlığı qərarını görmədik. Misal üçün, baxıb görürük ki, ortada rəsmi heç bir məlumat olmadığı halda media, xüsusilə də hakimiyyətə yandaş olan media ki, həmişə biz bilmişik ki, bu medialar hakimiyyətin ruporudur. Onlar başlayıblar Rusiya agenti, xain, köhnə qvardiyanın simvolu, bilmirəm və s. bu təbliğatlar gedir.
əlbəttə mən bu danışıqlarım heç də o demək deyil ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm və yaxud da əlini üzünü yuyuram. Xeyr, Ramiz Mehdiyev Azərbaycan dövlətinin bu günə düşməsi, Azərbaycan xalqının bu günə düşməsinin əsas ideoloqudur, əsas memarlarından biridir. Onu bu cür yalancı ittihamlarla ittiham eləmək, bax bu cür şou isə ədaləti ələ salmaqdır. Azərbaycan xalqını ələ salmaq deməkdir. Bu cür ağır ittihamlarla digər siyasi məhbusları dərhal 4 aylıq həbs qəti imkan tədbirləri seçilib. Hətta misal üçün aralarında elələri var ki, Müsəlman Birliyi Hərəkatının üzvləri, yəni silahlı hücumla onlar həbs olunublar. Nərdarandakı hadisələri biz yaxşı xatırlayırıq, üstündən çox vaxt keçməyib. Və bunun müqabilində Ramiz Mehdiyevə əgər bilinirsə ki, bu Rusiya agentidir, dövlətə xəyanət edib, Rusiyanın təmsilçisidir, onu azadlıqda buraxmaq heç cür uyuşmur. Mən deyərdim ki, Azərbaycanda bu dəqiqə sükut və səsküy ziddiyyətini, paradoksunu biz yaşayırıq. Səsküyü media çıxarır və daha çox hakimiyyət yönümlü medialar. Siz yəqin ki, indi gələcəm ora APA TV və digər mətbu orqanlarında hansı informasiyalar verirlər. Və düşünürəm ki, bax bu mövcud situasiyanı təhlil eləyəndə bu şou kimi və teatr kimi görsənir. Yəni burada söhbət nə dövlətçilikdən, nə Azərbaycanın gələcəyini, Azərbaycandakı situasiyanı qorumaqdan, heç bir səmimiyyətdən söhbət gedə bilməz. Və daha bir maraqlı nüans nədir, əziz izləyicilər? 14 oktyabr tarixində Ramiz Mehdiyev ağır ittihamla həbs olunur. Dövlətə xəyanəti tutaq ki, bu tək başına edib. Amma hakimiyyəti zorla ələ keçirmək bu tək başına olan bir iş deyil. Bu nə siyasi cəhətdən mümkündür, nə fiziki cəhətdən mümkündür. Bugün ayın 19-udur, yəni 19-u da bitdi, 20-sinə gedirik. Artıq üstündən 5-6 gün keçib, amma daha heç kim bu işlə əlaqədar həbs olunmayıb. Yəni nə deputatlardan, nə nazirlərdən, heç kim Don Kixot olub da, Ramiz Mehdiyev tək tana götürüb əlinə xəncərini gedib hakimiyyəti devirmək. Heç kəs yoxdur, bəli. Eynən. Yəni bu özü, bu hazırda gördüyümüz reallıq hər tərəfdən bizə belə deyək də qulağımıza pıçıldayır ki, bu bir tamaşadır, bu bir oyundur. Oyun olmasının digər bir nüansını Sevinç xanım, həqiqətən də maraqlı hadisələr baş verir. Xatırlayırsınızsa APA media bir-iki gün bundan öncə sən demə dövlət hakimiyyət çevrilişinin, xəyanətin planı üstü açıldı. Sən demə Putin görüşdə İlham Əliyevə deyib və yaxud da Rusiya tərəfi Azərbaycan tərəfinə informasiya ötürüb ki, həqiqətən də dövlət çevrilişi planı olub, təyyarənin vurulması mövzusunu atdılar ortaya. Çünki niyə görə? Biz xatırlayırıq dekabr ayında həmin təyyarə qəzaya uğrayan günü İlham Əliyev səhv eləmirəmsə hansı bir səfəri planlaşdırılmışdı. Yəni bax bu cür əsassız, şou xarakterli və yaxud da digər saytların müxtəlif adamların adından yazılar dərc olunması. Mən xatırlayıram bu söhbət təzə düşən kimi Sevinç xanım sizin də adınızdan bir manipulativ bir dezinformasiya yaydılar və onu oxuyan kimi mənim üzümdə bir təbəssüm peyda oldu. Niyə görə? Çünki mən başa düşürəm ki, Sevinç xanım Amerikadadır, bu vaxt dincəlir, yatır və bunu hakimiyyət edə bilir. Ona görə bu... Mən yatağında etmişəm. Siz təksib verənə qədər, siz yuxudan ayılıb, bunu dərk eləyənə qədər, sizə məlumat verənə qədər, siz emosiyalarınızı cilovlayıb buna təksib verənə qədər, kifayət qədər bu informasiya tirajlandı. Tam doğru. Və ondan sonra... Yəni bunu mən təşəkkür edirəm sizə. Həqiqətən də mən bunları hissələndim, yəni mən üzümdə böyük bir təbəssüm yarandı ki. Bəli ki, adam yatıb yuxuda, heç nədən xəbər. Mən yuxudan oyandım, mənə dostlardan kimsə yazmışdı, mən indi bilmirəm. Baxın görüm kim idi birinci. Əslində bir neçə nəfər mənə yazmışdı ki, Sevinç xanım belə bir şey olubmu? İzləyicimiz bir nəfər var, o yazmışdı. Bir nəfər dostum ki, bəs bu nədir belə? Mən açıram görürüm ki, mənim adım da qoyulub, mən demişəm ki, bəs
Ramiz Mehdiyev Əli Kərimliyə 18 milyon manat xərcləyib. Kim deyib bunu? Sevinç Osmanlıcı və deyir ki, hər yerdə bunu tirajlayıblar. Yəni tamamilə doğru. Mən özümə gələnə, üzr istəyirəm, ya çapadan, yataqdan durana qədər, nə bilim, gözümə uxalana qədər ki, mən nə etməliyəm, artıq hər yerdə bunu paylaşmışlar və buna inananlar da var idi. Hətta müxalifətçilər arasında bunu paylaşanlar vardı ki, daha Sevinç Osmanlıcı deyib də adam yalan deməz ki. Yəni çox iyrənc. Yeri gəlmişkən o sayt, o səhifə nə dərəcədə iyrənc bir səhifədir. Yəni bilirsiniz, mən başa düşürəm ki, kimsə tutalım ki, sifariş yerinə yetirir. Mən o səhifəyə özüm girdim, o nəsədirsə və özüm də yazdım ki, silin bunu. Mən belə bir şey deməmişəm. Məni blok atdılar, məni sildilər. Səhərisi günü yenə mənə hücum davam edir. Yəni bir həyasızlığın dərəcəsi vardı. Yəni sən də Azərbaycanlısan, sən biraz üzündə həya olmalıdır. Bu dərəcədə iyrənc olmaq da doğru deyil də. Nəysə, qayıdırıq sizin sözünüzə. Buyurun. Eynən, amma bu tendensiya davam elədi. Çoxdan deyilmiş sözlər, müxtəlif deputatların adından dərc olundu, manipulyasiya olundu. Yəni düşünürəm ki, əgər, yəni mən inanmıram buna, yəni ki, həqiqətən dövlətə çevriliş və yaxud da hakimiyyətə çevriliş cəhd olub. Dostlar, yəni bu belə olmur. Yəni hakimiyyətin çevrilməsi üçün 3 nəfər, 5 nəfər əgər bir ortaya gəlib bir iş görürlərsə, yəni bu cür rezonans vermir. İnanın mənə. Kimin özdə Əliyevlər hakimiyyətin əlində. Yəni biz Amon hadisələrini xatırlayırıq. Amon hadisələrinə qarşı nə cür bu rejimin qəddar mövqe sərgilədiyini xatırlayırıq. Nərdaran hadisəsində, Gəncə hadisəsində heç bir hakimiyyəti zorla ələ keçirmək məsələsindən söhbət gedə bilməzdi. Səhv eləmirəmsə 90-cı illərdə İslam Partiyasının sədrini o vaxt həbs eləmişlər eyni maddələrlə. Ümumiyyətlə bu son illər ərzində bu məsələ məni narahat edir, sözün açığı. Bunu hələ mən 2020-ci, 21-ci illərdə Kim TV-də də demişəm. Həddindən artıq çox dövlət çevrilişi maddəsi istifadə olunur Azərbaycanda. Və bir də vətənə xəyanət. Bu çox pis bir tendensiyadır. Niyə görə? Baxaq, Amerikanın deyək, 200-250 illik tarixi var. Gəlin bir açaq müraciət edək. Görək Amerikanın özündə dövlət çevrilişinə cəhd adı ilə neçə dəfə cinayət işi qaldırılıb. Azərbaycan 30 yaşı var. Bu boyda ölkədir. Yəni söhbət alçalmaqdan getmir. Əstəğfirullah, vətənim də, anam da Azərbaycan. Söhbət miqyaslardan gedir. Yəni Amerika boyda deyil, İngiltərə boyda deyil, Fransa boyda deyil, Almaniya boyda deyil. Baxın görək, Almaniyada neçə dəfə dövlət çevrilişinə cəhd, yaxud da hakimiyyətin zorla ələ gətirilməsi, ələ alınması ittihamı ilə cinayət işləri qaldırılıb və yaxud da vətənə xəyanət maddəsi ilə. Bu nədir? 30 illik Azərbaycanda nə qədər dövlət çevrilişinə cəhd, nə qədər vətənə xəyanətlə manipulyasiya eləmək olar. Mən qorxuram ki, Sevinç xanım, insanların şuur altında belə bir şey formalaşar ki, bu nə vətəndir, buna yerindən duran xəyanət eləyib. Bəlkə elə xəyanət olması vətəndir. Olmaz, bu cür pis manipulyasiya, bu cür pis örnəklər xalqa, cəmiyyətə vermək olmaz və yaxud da dövlət çevrilişinə cəhd. Bu dövlət nədir? Qazan qapağıdır, kotletdir, qutabdır tavada ki, yerindən duran belə də çörsünlü, belə də çörsünlü. Mən düşünürəm ki, bu sonradan bu deputatların keçmişdə deyilmiş sözlərini ortaya atmaqla, gülüş hədəfinə çevirməklə bu şounun ciddiliyini çox ciddi şəkildə azaltdılar. Nə mənada? Əgər bu gülmələr, bax bu trollamalar, fərqi yoxdur Zahid Orucun haqqında olsun, ya digərlərin haqqında olsun. Bax, bunlar gündəmə gəlməsəydi, insanlar bu məsələyə ciddi yanaşacaqdı. Necə mənim dövlətimi kimsə xəyanət eləyib və yaxud da mənim dövlətimdə çevriliş eləmək istəyib, tələblər olacaqdı, hanı bunun rəsmi məlumatı, hanı məhkəmənin qərarı, heç bir nəzarət yoxdur bu prosesə, heç bir bu prosesə ictimai nəzarət eləyə biləcək insanlar, QHT-lər və yaxud da digər fəalların hamısı həbsxanadadır. Çox təəssüf ki. Və barda olanlar da baxıb görürük ki, həmin bu tendensiyaya qoşulub tezislərlə, eyni tezislərlə çıxış edir. Və mən düşünürəm ki, burada insanlar daha çox bu məsələyə gülüş hədəfi, ələ salmaq, bu cürdə da dövlət və dövləti əhəmiyyətli cinayətləri gözdən salmağa çalışırlar. Ki, digər insanlar, ziyalılar, dövlət, dövlətçiliyi haqqında danışanda
Bunlar ciddi qəbul olunmasın. Və daha bir maraqlı fakt. İndi mən o şeylərə toxunmayacağam. Ramiz Mehdiyevin vaxtında ona tərif yazanlar indi başlayıblar. Onlar o vaxt cəsarətlə. O ilə işimiz yoxdur. Daha maraqlı tendensiya tərtər işidir. Zaten tərtər işi baş verəndən sonra Allah şəfa versin Oqtay Gülalıyeva o ictimailəşdirəndən sonra, ilkin araşdırmanı başlayandan sonra, sonradan İlham Asanoğlu, Azərfiyədən biz özümüz Kim TV qoşulandan sonra araşdırmalarımız, müşahidə elədiklərimiz, öyrəndiklərimiz onu göstərirdi ki, tərtər işinin bir ucu da gedir Rusiyaya çıxır. Həmin dövrdə, yəni tərtər işi barədə hər kəsin, hətta çayxanalarda belə gənclərin danışdığı vaxtda tərtər işi barəsində danışmağa cəsarəti çatmayan insanlar, media qurumları bugün çalışır ki, Ramiz Mehdiyevin həbsinin tərtər işinin açılması ilə əlaqələndirsin. Yəni, sanki süni şəkildə əlaqə yaratmağa çalışırlar. Və mən düşünürəm ki, bu özü də manipulyasiyadır. Niyə? İnsanların qəlbində olan, fitri olan ədalət hissini oyadıb, sonra onların düşüncələrini müxtəlif yönlərə, müxtəlif istiqamətlərə hərəkət eləmək. Bu şoudur. Bəli, bu fikirlər səslənir ki, köhnə qvardiyanı yığışdırmaq və yaxud da malları, mülkləri klanların əlindən almaq. Amma burada da bəzi paradokslar var. Demirəm bu səhvdir və yaxud da yalandır. Xeyr. Birincisi ondan başlayaq ki, belə bir qayda var, qızıl qayda. İşləyən sxemi heç kim dəyişməz. Olmaz, bu ağılın əlamətidir. Özdə bu fərqi yoxdur. İstəyir məişət səviyyəsində olsun, istəyir dövlət idarəçiliyi və yaxud da mafiya sferasında olsun. Əgər Əliyevlərin bugün ölkədə tətbiq elədikləri sxem işləyirsə, ona əl vurmaz. Heç vaxt əl vurmaz. Niyə? Çünki işləyən sxemə əl vurmaq mütləq şəkildə problemlər yaradır və hətta özü üçün həyati təhlükə yarada bilər. Bu bir. İkincisi, güya Rusiya tərəfi bu məlumatı verib. Yəni, bu həqiqət deyil. Mən, Sevinç xanım, səs məsələsi necədir? Yaxşıdırmı hal-hazırda? Bəli, eşidirik, bəli. Qaydasında da hər şey. Tamam. Çox təəssüf ki, fikrim də dağıldı. Çox tez-tez görürəm, izləyicilər yazırlar. Siz dediniz ki, Putin özü, siz dediniz ki, Moskva özü xəbər verib. Moskva özü xəbər verib. Əlbəttə biz bilirik ki, Rusiyanın Azərbaycanda kifayət qədər təmsilçiləri var. Əziz dostlar, biz bu barədə kifayət qədər danışmışıq. 5-ci kolonun nümayəndələrini Bakı küçələrində axtarmaq lazım deyil. 5-ci kolonun nümayəndələri mütləq vəzifə başında olur. Ümumiyyətlə istənilən dövlətin bir dövlətdə yer agenti olursa, o mütləq vəzifə başında olur. Fəhlə bazarında agenti neyini Rusiya? Və yaxud da Bakı Dövlət Universitetində, bilmirəm, 800 manata, 900 manata işləyən bir professoru Rusiya agent olaraq neynir? O professor ona nə verə bilər? Amma prezident aparatında və yaxud da nazir postunda bilirsiniz, bu sxem iki cür işləyir, əziz dostlar. Birinci versiya odur ki, əvvəlcədən öz adamıdır, onu üstündə işləyirlər, investisiya eləyirlər, götürüb müəyyən səviyyə çatdırıb, sonra təzyiq eləyirlər ki, siyasi iradəyə ki, bu adam filan nazir postunda olmalıdır. Bu bir versiyadır. İkinci versiya isə hazır həmin postda işləyən insanı onlar, üzr istəyirəm bu termini işlədəcəm, verbavat eləyirlər. Yəni, onun üzərində, onun əleyhinə kompromatlar toplayırlar və yaxud da elə təzyiq eləyirlər ki, bu razılaşır həmin xarici xüsusi xidmət orqanına işləməyə. Yaxşı, madam ki, hakimiyyətin içindədir, madam ki, hakimiyyət 30 ildə ata və balaya miras olaraq keçib və madam ki, Rusiyanın Azərbaycanda bütün qoyduğu tələblər hamısı da həyata keçir, öz adamını niyə təhvil verməlidir, niyə açığa çıxarmalıdır və niyə sxemanı dəyişməlidir? Kimsə deyə bilər ki, yaşdaşıb, artıq lazımdır. Ki, siz Ramiz Mehdiyevə tək adam kimi baxmayın. Bəli, onun 87 yaşı var, evdə ola bilər, üzr istəyirəm, Pampersdə də gəzə bilər, artıq dərəcədə üzr istəyirəm. Amma söhbət təkcə onun fiziki vəziyyətindən gelmir ki, onun komandasından gedir, onun yerləri yerləşdirdiyi, mandat verdiyi, kresloya otuzdurduğu kifayət qədər insanlar var və ümumiyyətlə Rusiya agenturası Azərbaycanda çox təəssüf ki, kifayət qədər şaxələnib və düşünürəm ki, kifayət qədər üzvü olan Rusiya, yəni agent olaraq heç vaxt öz adamını açığa verib, digər agentləri də şübhə altına və yaxud da təhlükə altına atmaz. Və mən düşünürəm ki, bu daha böyük, daha pis bir baş verəcək bir hadisəni
hazırlığıdır və yaxud da fikirlərin yayındırılmasıdır. Bax, gəldik çıxdıq əsas məsələyə. Əslində mən düşünürəm ki, bu dırnaqarası çevrilişə elə Pampers çevrilişi adı da qoymaq olar. Çünki doğrudan da yəni heç kəs yox. Sən demə Ramiz Mehdiyev 87 yaşında özü tək dana Don Kixot kimi çevrilişə gedibmiş. Səsimiz nəsə pis oldu. Gəldik o məsələ ki, nədən düzəldəcəksiniz? Gəldik o məsələ ki, bu nəyə hazırlıq üçün istifadə. Əvvəla bundan sonra nə üçün istifadə olunmasından asılı olmayaraq özü özlüyündə artıq xeyli dividend gətirmiş bir versiyada atıblar ortalığa. Adamlar belə deyək də başqa seriallara baxmırlar, elə bu seriala baxırlar ki, hansı deputat çıxıb Ramiz Mehdiyev haqqında nə deyəcək. Yəni buna görə bravo, yaxşı işləyiblər. Gündəmi zəbt etmək və ictimaiyyəti aldatmaq üçün və əsas mövzulardan yayındırmaq üçün. Yeri gəlmişkən mövzulardan biri də ümumiyyətlə Azərbaycan-Rusiya münasibətlərində keçmişə qayıdış, yenidən Moskvanın orbitinə qayıdış olmuş ola bilər. Amma gəldik ona ki, burada başqa senarilərə də hazırlıq etmiş ola bilər. Mən əslində bir neçəsini deyim, sonra yoxsa sizdən başlayaq, buyurun. Buyurun. Buyurun Sevinç xanım. Mən kifayət qədər danışdım. Biraz dinləyicilər də dincəlsin. Buyurun. Yəni mən düşünürəm ki, burada bir neçə ssenariyə bu hazırlıq olmuş ola bilər. Yəni özü özlüyündə, yəni dediyim kimi, heç nəyəsə hazırlıq olmasa belə bu hakimiyyətə %100 əl verən bir hadisədir. Sadəcə olaraq o köhnə qvardiyanı daha da divara sıxışdırmaq, onun malını özünküləşdirmək və eyni zamanda bir ismarıc vermək. Nəyə görə məsəl üçün deyirlər ki, güya Putin deyib İlham Əliyevə. Yenə də ortada bir mənbə yox. Azərbaycan mətbuatı öldürülüb, amma məlum olur ki, Azərbaycan mətbuatı belə super işləyirmiş və super konfidensial bir məlumatı sızdırıblar ona ki, Putin özü bunu deyib. Mən elə gəlir ki, bu həm də köhnə qvardiya üzvlərinə deməkdir ki, bu işi arxasında Moskva da durur, bunu Əliyev özü tək etmir. Moskva da Əliyevin bu işi etməsini, Moskva da okey deyib ki, onun öz adamı vurulsun ki, bu %100 heç kəsə açığa inandırıcı gəlmir. Amma gəldik o məsələyə ki, Əliyevə həm də bu növbəti mərhələyə də hazırlıq ola bilər ki, meydançanı təmizləmək baxımından və eyni zamanda yeni varis də ola bilər. Unutmayaq ki, Əliyev Azal təyyarəsinin vurulmasından sonra 2025-ci ili Azərbaycanda konstitusiya və suverenliyin bərpası ilə elan etmişdi. Yəni, ola bilsin ki, niyyətlərdən biri də Azərbaycanda yeni konstitusiya etmək və yeni referendum keçirmək və konstitusiyaya yeni, daha da mənfur dəyişikliklər gətirmək idi ki, ailə rejimi bundan sonra davam etsin və ola bilsin ki, ailənin yeni üzvü yaxud üzvlərini də hakimiyyətə gətirmək. Çünki xatırlayırsınız, bundan əvvəlki konstitusiya dəyişikliyində məsələn, kim prezident ola bilər, yaş həddini aşağı indirmişdilər. Belə çıxırdı ki, 25 yaşın varsa prezident ola bilərsən, 18 yaşın varsa, yox, hətta deyəsən 18 yaşı, ya 18 ya 25, mən bunu dəqiqləşdirməliyəm. Yəni, çünki biz buna hətta gülürdük ki, necə ola bilərsən 25 yaşında, yaxud 18 yaşında necə bu cür dövlət vəzifəsinə gələ bilərsən. Yəni, bu da ola bilər, çünki Əliyevin özünün başı ağrıyıb, 2003-cü il hadisələrində bu görüntülər hamının gözünün qarşısındadır ki, adamlar necə etiraz edirdilər hakimiyyətin bu cür atadan oğula qeyri-qanuni ötürülməsinə. Ola bilsin ki, bu da ola bilər. Hələ Qarabağ eyfariyası tamamən soyunmamış ki, mən qaytardım sizə və s. Bu da sizin yeni hakiminiz, ailənin yeni üzvünü təqdim edir. Bu da ola bilər. Yaxud hansısa başqa digər konstitusyon dəyişikliklərə getmək və əvvəlcədən bilir ki, bununla da belə deyək, köhnə qvardiyaya əlinə yeni arqument vermiş ola bilir ki, buna dözmək olmaz, bəlkə nələrsə etməli. Bax, bu da mümkündür. Abidə, buyurun. Təşəkkür edirəm Sevinç xanım. Ümumiyyətlə bu mən hakimiyyət daxilində klanların çəkilişməsi, bir-biri ilə dava eləməsi, bir-birinə məhv etməyə çalışması, bu məsələlərdən çalışıram ki, o qədər də çox təhlil edilməyim. Niyə görə? Çünki mən düşünürəm ki, hakimiyyətin daxilində 10 dənə də klan olsa, əziz izləyicilər, bu klanlar səni məhv eləmək üçün bax yumruq kimi birləşir. Xalqa qarşı yumruq kimi birləşmiş bir hakimiyyət var qarşımızda. Bunun tərkibində fərqi yoxdur, 3 dənə klan olsun, 5 dənə klan olsun.
Bu klanlar heç bir halda sənin xeyrinə nəticələnəcək, heç bir konfrontasiyaya getməyəcəklər, heç bir qarşı durmaya getməyəcəklər. Özlərini zəif düşürəcək. Çünki bunlar elə fikirləşmirlər ki, misal biz filan klanıyıq, sabah biz gücü əlimizə götürsək, vahid söz sahibi olarıq. Xeyr. Xeyr, onlar başa düşürlər ki, bu klanların olması vacibdir, labüddür və bu cür işləyən sxema artıq 30 ildə onları Azərbaycanın sərhədsiz, demək olar ki, sonsuz resurslarının üçün darvazaları taybatay açıb, o halda ki, misal üçün neft yerdən çıxır, heç kim deyə bilmir. 1 milyard ton çıxacaq, yanacaq, bitəcək, yoxsa 5 milyard ton çıxacaq, bitəcək. Bütün bu resursları ələ götürüblər, onların üzərində hökm etmək səlahiyyətləri əllərində var. Xalqa, Azərbaycan xalqına qarşı yumruq kimi birləşiblər və özlərini zəif salacaq heç bir iş görməzlər. Amma istənilən diktaturanın, bu xatırlayıram, bir dəfə bir kitab düşmüşdü, əlimə oxumuşdum. Metodika diktatoru, yəni diktatorun stol üstü kitabı ki, necə olmalıdır? Diktatorlar hansı istiqamətdə fəaliyyət göstərməlidirlər? Bugün İlham Əliyevin, indi düzdür, çox insanlar deyir, o diktator deyil, çünki diktatorların şəxsiyyəti olur. Diktator bilsə ki, onu aldadıb əskərinə lom yeridiblər, mütləq kimlərisə edam eləyərdi. Amma hər bir halda öz göstərişi iləndirsə olur. Diktatordur və o, bu dəqiqə öz hakimiyyətini növbəti mərhələyə keçirmək istəyir. Növbəti mərhələ to secure, deməli, öz hakimiyyətini daha çox qarant altına almaq və onu növbəti mərhələdə oğluna və yaxud da digər ailə üzvünə keçirmək, yəni təhvil vermək. Bunu etmək üçün hansı addımlar atılmalıdır? Bu, prezident üsul idarəsi ilə də ola bilər, bu monarxiya, konstitusiyalı monarxiya üsul idarəsi ilə də ola bilər. Prezident üsul idarəsi ilə zaten biz görmüşük, istəyir Suriyada olsun, istəyir Misirdə olsun, istəyir Azərbaycanda olsun. Amma daha maraqlı tərəfi isə konstitusiyalı monarxiya keçid eləməkdir. Bu, Əliyevlərin hakimiyyətini daha çox sekür eləyir, daha çox garanti altına alır, özlərini daha çox toxunulmaz eləyir, xalqın gözündə də, qanunvericiliyin gözündə də. Bunu eləmək üçünsə iki şərti ödəmək lazımdır. Bir, daxili auditoriya üçün bəzi mesajları verib, daxili auditoriyada razılıq eləmək, əldə eləmək, bir də xarici auditoriyada. Buna görə hansı diqqətlə baxanda, nəzər salanda hansı addımlar atılır və bunlardan necə istifadə olunub? Çox təəssüf ki, Amerika xalqının başına Trump kimi bir bəla gəldi və Trumpla İlham Əliyevin fərqi yoxdur, istəyir sülh sazişi imzalananda və yaxud da bir neçə gün öncə Trumpın İlham Əliyev haqqında sən güclü adamsan, güclü lidersən deməyi daxili auditoriya üçün çox böyük bir reklam vəsaiti kimi istifadə olundu. Və bundan əlavə Trumpa, Amerikaya, ümumiyyətlə dünyaya mesaj vermək lazım idi ki, Azərbaycan Rusiyanın orbitindən çıxır. Buna görə də Putin ümumiyyətlə dövlətçiliyə yaraşmayan, dövlət başçısına yanaşmayan bir ritorika ilə dedi ki, İlham Əliyevə təsir göstərmək çətindir, onunla razılıq əldə eləmək çətindir. Bu, heç bir halda diplomatik ritorika deyil. Bu ritorika özü həm də daxili auditoriya hesablanmış ritorika idi ki, insanlarda belə bir təəssürat yaransın ki, bəli, bizim prezidentimiz güclüdür və Putinin tabiçiliyi altında deyil. Putin özü şikayət edir, giləylənir ki, mən buna təsir eləyə bilmirəm də. Nə deyirəm, razılaşmır, özünü ərköyün kimi aparır, hörmətin böyüdür ona və s. və axır. Bununla həm daxili auditoriyaya mesaj verilir, həm də beynəlxalq arenaya mesaj verilir ki, baxın ha, mən Putinin orbitində hərəkət eləmirəm. Bu mesaj Əliyevə lazım olduğu qədər Putinə də lazımdır. Niyə? Putin İlham Əliyevin Azərbaycanda prezident olması ilə canla başla razıdır. Mən inanıram ki, bəlkə də mütəmadi olaraq şükür səcdəsi də edir ki, nə yaxşı ki, belə bir adam düşüb qulağımın dibində Azərbaycanın dövlət başçısı. Mən nə ürəyim istəyirsə elətdirirəm ona. Və bu sxema işləyir, əziz izləyicilər. Putin neyindən düşən keçərək, hətta İlham Əliyev üçün xalq ayaqlansa,
həqiqətən də təhlükə olsa, qoşun belə yerilər, qan belə tökər ki, İlham hakimiyyətdən getməsin. Niyə İlhamın yerinə gələcəklə yenidən sıfırdan başla? Bunlar balaca məsələlər deyil. Əleyhinə kompromat topla. Nə vaxt onu mecbur eləyəcək, eləyə biləcək, eləyə bilməyəcək. Bunlar hamısı sual altındadır. Amma nəqd soğan olsun, nağd olsun. Belə bir deyimimiz var da. Nağd İlham oturub orada nə deyirəm eləyir. Bunu da eləyəndən sonra növbəti 3-cü mərhələdə və mən düşünürəm ki, mən xatırlamıram, düşünürəm bu Kim TV-də o vaxt mən aparıcılıq eləyəndə hansısa partiya sədri bu barədə demişdi. Adını xatırlamıram, deyib skandala səbəb olmaq istəmirəm. Belə bir ifadə işlətdi ki, eyb yox, istəyirlər konstitusiyalı monarxiya eləməyə, eləsinlər, tək ki Azərbaycan xalqı rahat yaşasın. Konstitusiya ilə elan olundu. Sevinç xanım bu məsələyə toxundu. İndi konstitusiya ilə elan olunub, ölkə daxilində bütün müxalifət, demək olar ki, bütün müxalifət, çünki razılaşmayanlar həbsxanalardadır, çox təəssüf ki, əhliləşdirilib deyək və yaxud da razılaşdırılıb deyək və yaxud da müqavimətləri sındırılıb, hansı ifadə sizin üçün müvafiqdirsə izləyicilər, onu seçin. Amma bunu nə cür eləmək olardı? Əlbəttə ki, müxalif qüvvələri, partiyaları ram eləməyin müxtəlif yolları var. Müxtəlif yollardan biri gücdür, həbslər, repressiya, digəri isə aldatmaqdır. Məsələn, bir diktator çox asanlıqla heç bir gücü olmayan partiya sədrlərini bu cür aldada bilər. Darıxmayın, konstitusiyalı monarxiya quraq, sonra demokratik yolla bacarırsınız, seçkilərdə qalib gəlin, biriniz olun baş nazir, biriniz olun spiker, biriniz olun, mən nə bilim, daxili işlər naziri və yaxud da prezident aparatının və s. və əlaxır. Yalnız bu cür aldatmaq olar və yaxud da qorxu, güc, həbs, kompromat, əleyhinə şantajlar və s. və əlaxır. İndi qayıdırıq, üzr istəyirəm, bu konstitusiyalı monarxiya məsələsinə. Konstitusiyalı monarxiya məsələsində biz indi əgər konstitusiya ili bu ilə elan olunubsa və nəzərə alsa ki, Trump da Amerikanın prezidentidir və Trump təkcə İlham Əliyev haqqında yox, bir çox avtokrat və yaxud da özünə müxalif olan liderlərin həbsi ilə səsküyə səbəb olmuş, Putin haqqında da bu sözləri deyib, Erdoğan haqqında da bu sözləri deyib, Türk kanalları səhər axşam reklam edirlər. Trump 2. Erdoğan çətin adamdır. Trump 2. Erdoğana hörmətim var. Yəni bu cür daxili auditoriyaya işləyən Trumpın verdiyi mesajlar belə görsənir ki, niyyətdə həmin xalqların, həmin dövlətlərin avtokratik idarə etmə üsulunda davam etməsini istəməsidir. Niyə? Çünki Trump özü bazar adamıdır. Vallahi siyasət danışığını görürsünüz də. Abid bəy, mən Amerikadayım da. Hə, yəni düzə də yol göstərməyə ehtiyac yoxdur. Sözünüz məndən yaxşı bilirsiniz. Yəni yox, yəni ki, nəzərə alırsınız. Nəzərə alın ki, mən Amerikadayım da. Sizin yəni ciddi deyirsiniz? Bəli, həbs eləyə bilərəm. Mən daha onu demədim. Mən sadəcə dedim ki, nəzərə alın ki, bu televiziya Amerikadadır. Tamam. Yəni nəzərə alsa ki, bu cür mesajlar verir Trump və ondan o cür sözlər almaq çox asandır, çox asan. İstənilən bir onu təklif elədiyi, bilmirəm, Amerikanın hansı şirkətindən 3 milyardlıq, 1 milyardlıq bir müqavilə imzala, çıxsın nə öyrəgün istəyir? Abi bəy, deməli, belə deyək də, əslində siz maraqlı bir məsələyə toxundunuz. Mən xatırlayıram ki, Azərbaycanda konstitusiya monarxiya olmasını müxtəlif vaxtlarda ən müxtəlif adamlardan eşitmişik. Mənə ən qəribə gələni, məsələn, bəlkə deməyək indi, çünki artıq belə deyək də, agentliklə bağlanıb və s. Amma yəni müxtəlif vaxtlarda biz müxtəlif adamlardan bu məsələni ortaya, gündəmə gətirildiyini görmüşük ki, niyə də olmasın Azərbaycanda konstitusiyon monarxiya? Məsələn, bu günlər Azərbaycanın dırnaqarası deputatları hətta Yerevana məsləhət verirlər ki, ağıllı ki, bəs biz başa düşürük, Paşinyana içəridən çevriliş ola bilər, ona qarşı qiyam hazırlana bilər, Rusiya da bu işdə iştirak edə bilər. Ona görə gərək o bizdən nümunə götürsün, biz necə erkən seçkilər keçirmişdiksə, gərək Paşinyan da Ermənistanda belə erkən seçkilər keçirsin. Yəni, bu bizim hakimiyyətin heç şübhəsiz ki, belə deyək də, bir mavi arzusudur ki,
nə yaxşı olardı ümumiyyətlə seçki olmasın. Əslində bugün monarxiya Azərbaycan de facto var. Məsələn, bugün birinci ailə üzvlərinin həyat tərzinə baxsaq, onların özlərini mediada necə pozisiya etmələrinə baxsaq, onlar heç də özlərini birinci ailə kimi pozisiya etmirlər. Onlar özlərini məhz kral ailəsi kimi aparırlar. Məsələn, kral ailəsi bunu edirdi. Tutalım, Mehriban Əliyeva indi gedib Vatikana, orada nə bilim nələrinsə bərpasına pullar ayırır və bütün ailə üzvləri də onunladır. Kimdir bunlar? Bu pullar hardandır? Niyə sən bizim kəndlərimizdə məktəblərimizi bərpa etmirsən? Gedirsən ki, Vatikanda qədim nələrisə bərpa etməlisən. Ümumiyyətlə bu ailə üzvləri heç iddiaları da yoxdur. Məsələn, İlham Əliyevin öz ailə üzvlərinə medal verməsi, monarxiyalarda bu var. Monarxiyalarda məsələn onlar titullar verirlər və titulları geri ala bilirlər. Məsələn, bu günlər Britaniyada Prins Andrew, Şahzadə Andrew seks qalmaqalında adı çıxıb, kral ondan o titulunu geri aldı. Medal kimi bir şeydir. Yəni monarxiyada bu okeydir. Azərbaycanda de facto neçə vaxtdır ki artıq konstitusiya var. Yəni cümhuriyyətdə belə olmur ki, sən Heydər Əliyevin oğlu İlham Əliyev, atası Heydər Əliyev adına medalı İlham Əliyevin qızına təqdim etsin. Bu absurdistikadır da. Yəni bu cümhuriyyət deyil onsuz da. Cümhuriyyətin məhkəməsi olar, cümhuriyyətin parlamenti olar, cümhuriyyətin prezidenti olar. Azərbaycanda hər şey prezident ofisidir. Yəni bu baxımdan mən düşünürəm ki, o mavi xəyalın gerçəkləşməsi üçün istifadə etmək istəyərlərmi, istəməzlərmi, yaxud özlərinə bir titul verərlərmi, götürərmi? Məsəl üçün, bu variant da var. Qazaxstanda belə bir titul olmuşdu, Nazarbayev özünə götürmüşdü, doğrudur, devrilən kimi birinci elə titulunu əlindən aldılar. Nə bilim, İranda belə bir titul var ki, ali lider, ki o seçkiyə getmir, hakimiyyəti özü seçir, o seçəndən sonra xalq 6 nəfərə ali lider hə deyir, 6 nəfəri çıxardı ki, xalq, indi siz gedin, bu mənim seçdiklərindən özünüz xoşunuza gələni seçin. Yəni, bu sistemə keçid edəcək. İstənilən halda məqsəd seçkisiz bir ölkəni idarə etmək istəyidir. Mən sadəcə olaraq sizin dediklərinizi əlavə edirəm. Mən düşünmürəm ki, o buna gedəcək. Amma ki, belə bir xəyal var, belə bir arzu istək var. Heç şübhəsiz. Mən Sevinç xanım istəmirəm ki, burada yanlış anlaşılsın, ki kimsəsə belə fikir formalaşsın ki, hakimiyyətin bu monarxiya arzusunu yəni gündəmə götürürəm. Xeyr, əsla. Mən bunun əleyhinəyəm. Amma bilirəm də ki, həm də bu konstitusiya ilə elan olunması ilə əlaqədar altda hazırlıqlar gedir. Bəzən qulağımıza sözlər də çatır ki, necə istəyirlər eləsinlər, hansı müzakirələr gedir. Və düşünürəm ki, bax, bu Ramiz Mehdiyev şousu ki, baş verir, mütləq, siyasət nə deməkdir, həm də siyasət bir fəaliyyət növüdür ki, baş verən bütün müsbət və mənfi hadisələrdən bir siyasi dividend qazanasan, bir xal qazanasan, bir, bilmirəm, nüfuz qazanasan, daha çox insan ətrafı toplaşsın və s. və laxır. Və düşünürəm ki, bu baş verən hadisələrdən İlham Əliyev hakimiyyəti bunu özləri senariləşdirib, çünki dəfələrlə nəyi nə zaman, necə etmək lazımdır, mən bilirəm deyəm İlham Əliyev bunu planlaşdırıbsa, mütləq və mütləq özü üçün xeyir götürəcək, ailəsi üçün xeyir götürəcək. Onu nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti maraqlandırmır. Və əslində təəssüf edirəm ki, Sevinç xanım, o qədər xalqın problemi olduğu halda, siyasi məhbuslar, insan haqlarının vəziyyəti bu halda olduğu halda biz məcburuq Ramiz Mehdiyevdən müzakirə edir. Mən neçə vaxt nə yazıram bu barədə, bir cəmisi bir şey yazdım ki, yoxdur, rəsmi mənbələrdə nə bəyanat var prokurorluqdan, nə bilmirəm açıqlama var məhkəmədən, Ədliyyə Nazirliyindən, sistemdə də heç nə yoxdur. Ümumiyyətlə biz nəyin söhbətini eləyirik, biz nəyi müzakirə eləyirik. Amma biz başa düşürük ki, çünki əgər bunun arxasında hüquqi əsas olmasa, deməli bu hüquqi proses deyil. Əgər bir proses hüquqi deyilsə, deməli siyasidir. Əgər siyasidirsə və bu prosesi bizim yaxşı tanıdığımız bu hakimiyyət başlayıbsa, deməli onun arxasında Azərbaycan xalqına ölümcül bir zərbə planlaşdırılıb. Ki, sağ əllə başlığı at, sol əllə bıçağı kürəyinə sanc. Ona görə düşünürəm ki,
daha diqqətlə ətrafda baş verən, ilk baxışda əhəmiyyətsiz kimi görsənən məsələlərə daha çox diqqət ayırmaq lazımdır. Bəli, bugün kütləvi olaraq, bugün Sevinç xanımla dilə gətirdiyimiz məsələ, bu konstitusiya monarxiya məsələsi geniş müzakirə olunmasa da, amma əvvəllər, hətta xatırlayıram, bir həftə bundan öncə, ya 2 həftə bundan öncə də siyasətçilərdən kimsə müsahibəsində bunu demişdi ki, belə bir planları var. Eyb yox, heç olmasa xalq ondan sonra xoşbəxt yaşasın. Yəni bu tezisləri Azərbaycan xalqına eşitdirməklə onu öyrəşdirməyə çalışırlar. Onun müqavimətini sındırmaq ki, planlaşdırıblarsa eləyəcəklər. Xeyr, bu belə deyil. Xalq bu prosesin qarşısını yalnız xalq ala bilər. Həm də bu biraz düzdür, indi hakimiyyət tərəfdarları deyəcəklər, niyə Belçikada ola bilir, Azərbaycanda ola bilməz, niyə Hollandiyada krallıq ola bilər, ya İngiltərədə və s. Amma bugün 21-ci əsrdə Şərqin ilk demokratik, ilk seçki üslubu ilə qadına ilk seçki hüququnu tanımış Azərbaycanda bu hadisə baş verəcəksə, bu bizim adımıza böyük bir biabırçılıq olacaq. Bu bir xalq adına bizim etiraf eləməyimiz anlamına gələcək ki, indi demin ki, Hollandiyada da o deməkdir və yaxud da Belçikada onlar respublikada monarxiya keçmirlər. Onlar elə əvvəlcədən elədilər. Onlar diktator monarxiyanı çevirib konstitusiyalı və demokratik monarxiya eləyiblər. Amma Azərbaycanda İlham Əliyev hələ kral deyil, onun qızı hələ kral deyil, milyardlarla onun mülkləri var və o milyardlarla olan mülk sənin balovun boğazından kesilmiş pullarla əmələ gəlib. Onun, Leylanın nə o ağlı var, nə potensiyalı var ki, o imperiyanı qursun və idarə eləsin. Vallahi Targovda bir dənə butka ver ona, köşk ver ona, idarə eləyə bilməz. Fərqi yoxdur. Böyük qız olsun, kiçik qız olsun, söhbət burada ailənin, ailə üzvlərinin müzakirəsindən gelmir. Amma onlardan da heç kim xahiş eləməmişdi ki, İlham Əliyevdən ailəvi götür və yaxud Heydər Əliyevdən heç kim xahiş eləməmişdi ki, ailəvi götür boyunduruq kimi Azərbaycan xalqının boynundan sıxılan. Və bu prosesin qarşısına ancaq Azərbaycan xalqı ala bilər. Ancaq Azərbaycan xalqı. Fikirləşməyin, ay 5 dənə yazıcı çıxacaq, nəsə eləyəcək, 10 dənə siyasətçi çıxacaq, nəsə eləyəcək, ya 5 dənə partiya birləşəcək, nəsə eləyəcək. Partiyalarda, ziyalılarda, bilmirəm, yazıçılar da hamısı sosial sifarişi gözləyir. Ki, xalqdan sosial sifariş olmalıdır. Bəli, əziz xalq, səndən sifariş olmalıdır. Sən bu mahnını sən sifariş eləməlisən. Niyə? Axı, biz görürük, çıxırlar 5 nəfər, 10 nəfər, 3-cü Respublika platforması yaratdılar, nəsə eləmək istədilər içəridə. Yaxşı, məhkəmələrin önünə 20, 30, 40 nəfər adam gəlir. Haçan, bizə bu ziyalılar da fikirləşir ki, türmədə olanları həll edək, həbsxanada olanları. Aralarında gənc kadrlar da var, Bəxtiyar Hacıyev də var, Rüfət Səfərov da var, onlar mənim kimi 80-ci illərdə dünyaya gəlmiş, yəni siyasi arenada. Bizdən başqa kim var siyasi arenada 80-ci illərdən? 90-cı illərin adını çəkmirəm. Jurnalistikanı misal çəkməyin, jurnalistika peşədir, bu siyasət deyil. Siyasi arenada 80-ci illərdən barmaq sayı qədər adam var. 90-cı illərdən ümumiyyətlə heç kim yoxdur. 2000-lərin adını unudun. Niyə yoxdur? Biz baxıb görürük ki, çağdaş dünyada Z Generation, bu inqilab elədilər, kim dağıldı, bəli. Bax, bunlar eləyirlər. 90-cı illərdə doğulanlardan bu yana onların inqilablarıdır, bəli. Amma bizim halımızda siyasi arenada köhnə qvardiyadır, köhnədən qalmış insanlardır, ağsaqqallardır. 3-4 nəfər gənc var. Gənc deyəndə nisbətən, yəni də deyirəm, LGB hakimiyyətində təmsil olunmayanlar. Yəni, o ərəfədə, o meydanda hərəkatda olmayan insanlar ki, 80-ci illərdə dünyaya gəlir. Biz barmaq sayındayıq. Yaxşı, biz də baxırıq, görürük ki, hərəkət eləmək istəyirik. Rüfət Səfərov var idi, misal üçün Mehman Hüseynovdur, Bəxtiyar Hacıyevdir və digərləri. Olsun elə jurnalist xanımlar da. Axı, bunların məhkəməsinə minlərlə insan gəlmişsə, deməli, siyasi sifariş yoxdur da. Yəni, həbsxanada oturan siyasətçi oturub fikirləşir ki, mən məhkəməmə 30 nəfər, 20 nəfər adam gəldi. Axı, mən istəyirəm ki, Azərbaycanda yaxşı olsun, dövlət üçün yaxşı olsun, xalq üçün də yaxşı olsun, insanların balaları, gələcək nəsillər, amma məhkəmədə 30 nəfər adam gəlir. Və həbsdə olan siyasətçidə belə bir təəssürat yaranır ki, bəlkə heç xalq istəmir bu hakimiyyət deyilsin, bəlkə heç xalq istəmir mən mübarizə aparım.
Əlbəttə, söhbət burada xalqı qınamaqdan getmir. Mən başa düşürəm, siyasi proseslər üçün düzgün formada təşkilatlandırma aparmaq lazımdır. Baxın, elə partiya sədrlərinin içində də mütləq əksəriyyəti cəbhə dövrünün adamlarıdır. Hanı bu xalqın gəncləri? Görün, məcbur qəbul elətdiriblər ki, Sevinç xanım, İlham Əliyevə alternativ yoxdur. Bax, tez-tez bu sualı atırlar ortaya da. Yoxdur yəni alternativ. Kimdir alternativ? Ad çək. Mümkün. Axı, bax, belə şəraitdə, şoranlıq torpaqda 365 gün qar çovğunluq olsun. O torpaqda nəsə bitər? Bitməz. Liderlik qabiliyyəti olan insanlar balaca cücərən kimi, əgər həbsə atılırsa, sındırılırsa, xəstəliyə düçar olunursa, işgəncələr görülürsə, həyatı məhv edilirsə, ailəsi dağıdılırsa, bu lider necə yetişsin? Lideri yetişdirmək liderin özünün vəzifəsi deyil. Lideri xalq yetişdirir. Necə yetişdirir? O məhkəməyə veriləndə onun məhkəməsinin qabağına 50 min insan yığışmaqla. Bu demək ki, buyurun, İlham Əliyev alternativ yoxdur, 11 milyonluq xalqı təqdir eləməkdir. Monarxiya üsul idarəsində də keçib, bunu rəsmiləşdirməkdir. Buyurun. Yox, mən də elə onu deyirəm. Yəni, əslində biz son zamanların inqilablarına baxanda bir-birinin ardınca silsilə inqilablar, biz eyni xətti görürük. Yəni, avtoritarlar, yəni bu inqilablarda da müxalifət yoxdur. Burada da Z nəslidir, gənclərdir, cavanlardır. Sadəcə olaraq dəyişiklik istəyir, nazirləri tutub çaya tullayır. Bunlar helikopterdən qaçmaq istəyirlər, yapışırlar bunlar. Yəni Azərbaycanı sürətlə buna doğru aparmaqdadırlar. Yəni bəlkə də öz aləmlərində düşünürlər ki, Bağdadda sakitçilikdir, daha heç kəsin səsi çıxmır, hamını ram etmişik. Amma görmürlər ki, əslində özlərinə hansı bir ssenarini hazırlamış olurlar. Çünki ölkədə mediada olanda, müxalifət də olanda, hansısa demokratik nələrsə də olanda, azadlıqlar da olanda, bu həm də elə hakimiyyətlərin özləri üçün də bir sığortadır ki, bu ssenarilər, nə bilim, Nepal ssenarisi, Bangladeş, nə bilim, kimlər, Peru, yəni bunlar səndə ölkəndə təkrar olunmayacaq. Madagaskar. Amma biz bu həftə, yəni ələxüsusda bu Ramiz Mehdiyev məsələsində nəsə torba tikirlər. Yəni bu torba tikmə əməliyyatıdır. Heç kəsin şübhəsi olmasın ki, %100 torbası tikiləcək. Amma məqsəd nədir? Bu yaxınlarda biz Əziz Anar Mustafa yazmışdı ki, deyir, heç kəs bilmir səbəb nədir. Mən onunla razıyam. Biz belə də bilmərik. Çünki məsəl üçün mənim heç bir insiderım yoxdur. Bunlar ər-arvad nə fikirləşirlər, nə qərar verirlər. Amma fərqində olsunlar ki, nə dərəcədə daha mənfur bir sistemə bizi götürürlərsə, öz başlarında çatlayacaq. Çünki və çatlayırdı. Adını çəkdiyim bu ölkələrdə biz bunun şahidi olmaqdayıq. Abi, mən təşəkkür eləmək istəyirəm sizə, minnətdaram. Var olun, Sevinç xanım. Siz gəlin, darıxırıq sizin için siz olmayanda. Abibə Qafarova da bizlə. İzləyicilərimizdən xahiş, lütfən, aramazdan əvvəl bu yayımı bəyənin, paylaşın. Az sonra Rus Osman qızı alternativada da maraqlı bir süjet gedəcək və eyni zamanda Osman qızı English'da da sizi gözəl süjet gözləyir. Onlara da abunə olun və dəstək olun. Çox sağ olun Abid bəy, hələlik. Təşəkkür edirəm, sağ olun. Sağ olun.